Whisker testi ümumiyyətlə nədir? Nə üçün lazımdır? Biz hansı zaman Whisker testindən istifadə edirik? İntellekt düşünmə, öyrənmə, problemləri həll etmə və ətraf mühitə uyğunlaşma bacarığıdır. Bu testi edərkən hansı uşaqlara dediniz ki, məsələn, sosiallaşmada problemi olan, ünsiyyət qurmada problemi olan, yəni Whisker testi ümumiyyətlə testlər, alt testlər dediniz də. Bu testlər hansı formada hazırlanır Sevinç xanım? Whisker testini edərkən ilk növbədə, yəni orada ən vacib məqamlardan biri uşaqla dialoqu yaxşı qurmaqdır. Salamlayıram hər birinizi. Bu gün mən sizlərlə Whisker testi barəsində danışmaq istəyirəm. Whisker testi barəsində bizə Sevinç xanım məlumat verəcək. Sevinç xanım uşaq psixoloqudur. Çox sağ olun Sevinç xanım, dəvətimi qəbul edib gəlmisiniz. Mən bu gün Whisker testi haqqında istərdim ki, siz bilgilərini bizimlə bölüşəsiniz. Whisker testi ümumiyyətlə nədir? Nə üçün lazımdır? Biz hansı zaman Whisker testindən istifadə edirik? Ümumiyyətlə kiçicik bir Whisker testinin tarixi barəsində bir məlumat verə bilərsinizmi? Varmı belə bir tarix? Mən də hər birinizi salamlayıram. Dəvətiniz üçün təşəkkürlər Aynur xanım. Whisker testi ilk növbədə onu deyim ki, uşaqların intellekt səviyyəsini ölçən bir testdir. İntellekt nədir? İntellekt düşünmə, öyrənmə, problemləri həll etmə və ətraf mühitə uyğunlaşma bacarığıdır. Psixoloq David Wexler də qeyd eləmişdi ki, intellekt məqsədyönlü davranışlar, rasional düşünmə və ətraf mühitə səmərəli qarşılıqlı əlaqəni təmin edən bir bacarıqdır. Yəni burada 3 istiqaməti vurğulayır. Birinci istiqamət odur ki, məqsədyönlü davranışlar. Yəni ki, qarşımıza bir məqsəd qoyuruq və o məqsədə çatırıq. Digəri isə rasional düşünmədir ki, yəni biz aldığımız məlumatları, informasiyaları məntiqə uyğun şəkildə təhlil edirik. Digəri isə üçüncü olaraq da onu qeyd eləyirdi ki, ətraf mühitlə qarşılıqlı əlaqəni bizə təmin edir. Yəni ki, biz ətraf mühitdən gələn qıcıqlara intellektual səviyyədə cavab verir və biz daha çox Whisker testinə nə zaman ehtiyac duyuruq? Əgər uşaqda intellektual inkişaf pozuntusu varsa. İntellektual inkişaf pozuntusu nədir Sevinç xanım? Onu qeyd edəcəm indi. İntellektual inkişaf pozuntusu odur ki, uşaqlarda idrak və adaptiv bacarıqlarda, yəni adaptiv bacarıqlar nədir? Ünsiyyətdir, sosial bacarıqlardır, uşağın ümumiyyətlə ətraf mühitlə əlaqəsidir, oradan gələn qıcıqları qəbul edib onları cavablandırmasıdır. Bunlara aid edilir. Bu bacarıqlarında yaşıdlarına nisbətən kəskin şəkildə geriləmə olur. Və bu olduğu təqdirdə biz artıq təkcə müşahidə eləməklə uşağı müəyyənləşdirə bilmirik. Ona görə də bir sıra testlərə ehtiyac duyuruq ki, bunlardan biri də Whisker testidir. Whisker testi ümumiyyətlə standartlaşdırılmış testlər sırasındadır və bir çox psixoloqlar da bu testdən istifadə edir uşaqların zəkasını, IQ-sunu ölçmək üçün. Təkcə IQ-nu mu ölçür? Xeyr. Belə suallar da var. Biz Whisker testi ilə hər tərəfli uşağı ölçə bilirik. Yəni hər tərəfli öyrənə bilirik uşağı. İlk növbədə onu qeyd edeyim ki, Whisker zəka testi 6-16 yaş uşaqlarla və yeniyetmələrlə tətbiq olunan bir testdir və bu test 2 hissədən ibarətdir. Verbal hissə və performans hissədən ibarətdir. Verbal hissə də özü 6 alt testdən ibarətdir. Həmçinin performans hissədə, yəni əməli hissədə özü 6 alt testdən ibarətdir. Yəni ümumilikdə 12 alt testimiz mövcuddur. Biz bunu uşaqla edirik. 1 saat yarım və yaxud da 2 saat müddətində bu çəkə bilir. Çünki testin gedişatı da uzundur. Orada verdiyimiz suallarda, yəni hər bir bölmənin də özünün sualları olduğu üçün vaxtımız çox gedə bilir. Biz bunu yəni ilk növbədə valideynə qeyd eləyirik ki, uşağı testə gətirmədən öncə, yəni uşağın əhval-ruhiyyəsi həmin gün yaxşı olmalıdır, qarnı tox olmalıdır. Yəni və bunu da nəzərə almaq lazımdır ki, 1 saat yarım və 2 saat müddətində bu testimiz davam edəcək. Valideynlərə də bunu məlumatlandırırıq ilk gəldiyində. Bu testi edərkən hansı uşaqlara dediniz ki, məsələn, sosiallaşmada problemi olan, ünsiyyət qurmada problemi olan, yəni Whisker testi ümumiyyətlə testlər, alt testlər dediniz də. Bu testlər hansı formada hazırlanır Sevinç xanım? Bu testlərdə ümumiyyətlə hər bir test ölçdüyü bir sahə var. Yəni hər bir alt testin özünün ölçdüyü bir sahə var. Konkret bütün Whisker testində bütün eyni suallarda, yoxsa Whisker testində sualların qoyuluşu belə fərqlidir?
hər bir hissə ayrıdır. Ayrı. Yəni bir hissə var ki, məsələn, aritmetikdir, sırf riyaziyyatla bağlı hissədir. Yəni orada sırf uşağa riyazi tapşırıqlar verilir və orada bizim üçün önəmli olan uşağın tez düşünüb ona vaxtında cavab verə bilməsidir ki, bəzi testlərimizdə biz vaxt da tuturuq, orada timerdən istifadə edirik. Bəzi testlərdə isə istifadə etmirik. Whisker testini edərkən ilk növbədə, yəni orada ən vacib məqamlardan biri uşaqla dialoqu yaxşı qurmaqdır. Və orada hər şeyi hər tərəfli izah etmək lazımdır. Sadəcə kiçiklərlə deyil, hətta yeniyetmələrlə də biz test edərkən dialoqu yaxşı qurmadığımızda, orada da yenə bizim testimiz uğurlu alınmaya bilər. Çünki uşaqlar biraz dırnaqarası yanaşa bilərlər bu testə. Ona görə bu vacibdir və hər bir test üçün də biz qeyd edirik ki, orada yaş aralıqlarına görə bölünüb testdə və ola bilər ki, bəzi suallar çox asan gələ bilər. Çünki bəzi sualları biz aşağı yaşdan başlayırıq verməyə. O suallar o uşaqlara çox asan gələ bilər və yaxud da ki, biraz daha üst yaşda yoxlayırıq. Orada üstün zəka çıxma ola bilər deyə biz artıq üst yaşda yoxlayırıq və uşağa onu bildiririk ki, mən sənə yəni sən öz yaşından daha üstün suallar da verəcəm. Onları bilməmək normaldır. Buna görə öz güvəni aşağı düşməməsi lazımdır uşağın. Whisker testini bəzən olur ki, məsələn, siz Whisker testi etmisiniz və nəticəsi ilə valideyn o nəticəyə narazılıq bildirdiyi zamanlar olubmu? Yəni sizin orada gördüyünüz o testin nəticəsində siz uşaqları belə deyim də kitab kimi oxuyursunuz. Düzdürmü? O nəticədən narazı olduğunuz, yəni üzləşdiyiniz problemlər nədən ibarət olub? Daha çox biz həmişə valideynə vurğulayırıq ki, yəni testə gətirirsə uşağı, sırf burada bir rəqəm çıxsın, uşağın intellektual göstəricisinin rəqəmini çıxardın, verin şəklində yanaşmayaq. İlk növbədə yəni bu vacibdir. Çünki uşağı etiketləmək deyil bizim məqsədimiz. Yəni hər hansısa bir rəqəmlə uşağı etiketləmirik. Yəni Whisker'ın da ən yaxşı tərəfi budur ki, etiketləmə yoxdur. Yəni biz ümumilikdə öyrənirik uşağı. Uşağın hansı sahələrdə güclü, hansı sahələrdə zəif olduğunu görmək olur. Əslində hələ ki belə deyim, yəni belə bir şeylə üzləşməmişəm ki, valideynlərdə bir narazıçılıq alınsın. Çünki testin də əslində nəticəsini izah eləyəndə orada sahələr çoxdur. Yəni bayaq dediyim kimi 12 alt testdən ibarətdir və orada sahələr çoxdur. Həmin sahələrdə artıq biz uşağın verbal hissədirsə əgər, məsələn, verbal hissə deyək ki, performans hissədən daha yüksək çıxıbdır. Biz artıq burada görürük ki, demək ki, uşağın eşitməsi və sözlü qavraması daha yaxşıdır. Bəli, şifahi qavraması daha yaxşı, yəni sözlərlə daha yaxşı anlayır. Amma ola bilər ki, vizual və məkan, motor bacarıqları zəifdir və bunlar üzərində çalışılmalıdır. Performans daha aşağı gəlirsə, biz o hissə üzərində daha çox çalışırıq. Bayaq qeyd elədiyim kimi, məsələn, aritmetik hissədə uşaq baxırıq ki, fərqli-fərqli, yəni ayrı-ayrı da baxa bilirik, fərdi-fərdi də baxa bilirik bunlara. Aritmetik hissədə baxırıq ki, uşaq çox aşağı nəticə göstərir. Biz burada nədən şübhələnə bilərik? Şübhələnə bilərik ki, artıq bu uşaqda diqqətində problem var və yaxud da ki, uşağa biz rəqəmləri yadda saxlama kimi çalışmada veririk. Yəni qısa müddətli yaddaşı yoxlamaq üçün. Əgər uşaqda bu hissədə problem çıxırsa, demək ki, biz burada şübhələnə bilərik ki, uşağın yaddaş problemi var və burada bu yöndən çətinlik çəkir. Yəni biz artıq uşağın öyrənmə profilini qura bilirik bu test vasitəsilə və valideynə də bu şəkildə izah edirik ki, yəni sizin uşağınızda bu yönlü gedilsə öyrənmə prosesi, yəni bu yöndə artıq uşaqla çalışılsa, o daha yaxşı öyrənə bilər. Təbii ki, burada zəif tərəfləri göz ardı etmirik. Zəif tərəflər üzərində də daha çox çalışmalıyıq ki, onlar da gəlsin, digərlərinin səviyyəsinə çatsın. Sevinç xanım, mən belə deyim ki, biz bu danışıqlardan belə anladım ki, Whisker testini hansı valideynlər övladlarına edə bilərlər? Davranışlarında, sosiallaşmasında, diqqətində, zəkasında problemi olan uşaqlar, yəni Whisker testini edə bilərlər ki, artıq aydın olsun ki, bu problem hardan qaynaqlanır. Çox əfsuslar olsun ki, qeyri-peşəkarların toxunuşlarından mən öz təcrübəmdən bölüşə bilərəm sizlərlə ki, dəfələrlə bizə mərkəzə psixoloqlar gəlib, mən psixoloqlar uşaqlar haqqında məlumat vermişəm və onlar dəyərləndirmə aparıblar. Düşünürəm ki, o dəyərləndirmələr test üzərindən olsa nəticəsi daha gözəl olar. Çünki bir psixoloq 10 dəqiqə uşağa baxmaqla, motor bacarıqları varmı, yoxdurmu və yaxud da ki, bir əşyanı götürür, qoyur. Düzdür, nəyisə anlaya bilərik. Amma tam düşünürəm, bilmirəm səhv düşünürəm yoxsa yox, tamlıqla biz o uşağı oxuya bilmərik. Amma Whisker testidir,
paper testləridir və yaxud ümumi zəka testləridir. Biz bunu edəndə tam o belə deyim də mövzuya tam hakim olmuş oluruq. Təbii ki, doğrudur, doğru. Biz uşağa sırf baxmaqla bir şey, yəni deyə bilmərik ki, bu uşaqda bu problem var. Biz onun üçün gərək, yəni uzun müddətli bir müşahidəmiz olsun və yaxud da ki, testə ehtiyac varsa test etmək. Testi də təbii ki, ehtiyaca görə biz eləyirik. Paper testidir, Whisker testidir. Əgər ehtiyac varsa uşaqda bunu etməyə, o testi edirik. Yəni nəyəsə görə etmirik. Yəni belə deyim ki, 10 dəqiqəlik test olunsa daha yaxşı olar nəticəyə görə. Təbii ki, 10 dəqiqəlik təbii ki, baxışla bir şey biz deyə bilmərik. Yəni yenə də diaqnozu biz qoymuruq. Diaqnozu psixiatr qoymalıdır. Mən həmişə valideynlərə deyirəm, əgər siz uşağınızda diaqnoz öyrənmək istəyirsinizsə, psixiatra müraciət etməlisiniz. Yəni psixoloq kimi məndən soruşurlar daha çox ki, uşağımdakı problem nədir? Mən onlara qeyd edirəm ki, mən sizin sadəcə uşağınızın hansı sahələrdə zəif, hansı sahələrdə güclü olduğunu görürəm və o zəif tərəflər üzərində çalışırıq. O güclü tərəfləri də daha çox belə deyim, qabardırıq, üzə çıxardırıq ki, uşaq potensialını üzə çıxarda bilsin. Amma yəni dediyiniz kimi 10 dəqiqəlik bir müşahidə ilə biz uşağı dəyərləndirə bilmərik. Əgər elədirsə, gərək yəni bağça tipli müəssisələrdə daha çox uşağı yəni 10 dəqiqəlik müşahidə ilə biz dəyərləndirmirik. Daha çox yəni məsələn əgər testdən ehtiyac yoxdursa, yəni test etməyəcəksə, məsələn hər dəfəsində gedib biraz müşahidə eləmək daha yaxşıdır ki, nəinki 10 dəqiqə bir dəfə gedib 10 dəqiqəlik müşahidə eləməklə biz heç bir nəticə əldə edə bilməyəcəyik. Çox sağ olun Sevinç xanım, gəldiyinizə görə, bu dəyərli bilikləri bizimlə paylaşdığınız üçün minnətdaram sizə. Siz sağ olun, təşəkkür edirəm.